Azərbaycanın öz spesifik, belə deyək də, yanaşmalar var Azərbaycanda bu məsələyə. Əksər ölkələrdə pensiya yaşının artırılması ciddi ictimai müzakirələrə və ictimai etirazlara səbəb olur. Azərbaycanda biraz fərqlidir. Azərbaycanda bəzi insanlar, bəzi qrup, belə deyək də, insanlar var ki, onlar əksinə pensiya yaşının çox da aşağı salınması onlara sərf eləmir. Çünki bunlar da daha çox büdcə təşkilatlarında, dövlət sektorunda çalışan insanlardır. Çünki onların təqaüdü çox az olur çıxanda. Çünki onlar çox zaman o normativ məbləği indi 46 mindən yuxarıdır. O məbləği doldura bilmirlər ki, normal pensiya alsınlar. Amma maaşları həmişə pensiyadan 2 dəfə, bəzən hətta 3 dəfə olur. Məsələn, təqaüdə çıxanda 400 manat maaş alan hansısa bir nazirlik işçisi, amma işlədiyi vaxtı maaşı təqribən 1100-1200 manat olur. Yəni, Azərbaycanda biraz fərqli baxışlar var bu məsələyə. Azərbaycanda pensiya yaşının, təqaüd yaşının artırılmasından və ona etiraz edənlər əsasən dövlət qulluğunda çalışanlardır ki, onun təqaüdü zaten yüksəkdir. Hərbiləşdirilmiş və təhlükəsizlik sistemində çalışanlardır ki, onların maaşı yüksəkdir və müvafiq olaraq təqaüdləri də yüksəkdir. Bir də sosial sığorta fondunda minimum normanı dolduran insanlardır. Yəni 46 mindən yuxarı hesabında pul olan insanlardır. Onların sayı ümumi təqaüdə çıxan insanların təqribən 10%-ni, 15%-ni təşkil edir. Yerdə qalanlar, inandırım sizi ki, onlar hətta təqaüdə daha gec çıxmağa üstünlük verirlər. Ona görə də bizdə mənə elə gəlir ki, müzakirə olmasa əsas məsələ təqaüd yaşı deyil. Təqaüd yaşı ikinci dərəcəli məsələdir. Əsas məsələ bizdə təqaüdlərin çox aşağı olmasıdır ki, bu insanları çox narahat edən faktora çevrilir. Birinci, həcmi ilə bağlı, ödənişin həcmi ilə bağlı problemlər aradan qalxmalıdır ki, nəticə itibarilə sonraki dövrdə artıq pensiya yaşının aşağı salınması ilə bağlı hansısa bir tədbirlər görmək mümkün olsun.